Müzəffər liderin strategiyası İlham Əliyev fenomeni. Azərbaycanın müasir dövlətçilik tarixində 24 dekabr təqvim günü milli intibahın memarı olan bir liderin doğum günüdür. Prezident cənab İlham Əliyevin fəaliyyətinə nəzər saldıqda onun ölkəmizə qazandırdığı uğurların miqyası heyranlıq doğurur. Onun fəaliyyəti dövründə uğurları çox olmuş, lakin bu uğurlardan ən vacibi xalqın mütləq etimadını demokratik seçkilərdə qazanmasıdır. 2024-cü ilin 7 fevralında keçirilən seçkilər müstəqillik dövründə ilk dəfə olaraq ölkənin bütün ərazilərində keçirilməsi ilə tarixə düşdü. Cənab Prezidentin Xankəndidə atdığı bülletin özünün də ifadə etdiyi kimi erməni separatçılarının tabutuna vurulan son mismar idi. Cənab İlham Əliyevin uğurlu qərarlarının kökündə onun atdığı fundamental təhsil dayanır. 1961-ci ildə Bakıda anadan olan dövlət başçımız 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, daha sonra orada elmi fəaliyyətlə məşğul olmuşdur. Tarix elmləri namizədi dərəcəsini alması və pedaqoji fəaliyyəti onun mürəkkəb siyasi prosesləri analiz etmək qabiliyyətini formalaşdırmışdır. Onun peşəkar fəaliyyət xronologiyası Azərbaycanın inkişafı ilə paraleldir. 1994-2003 SOCAR-ın vitse-prezidenti kimi əsrin müqaviləsinin hazırlanmasında iştirak. 1995-2003-cü il Milli Məclisin deputatı və Aşbada Azərbaycan nümayəndə heyətinin rəhbəri. 1997-ci il Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti. 2003-cü il Azərbaycan Respublikasının baş naziri. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevi yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən bir lider kimi təqdim etmişdi. Ötən 21 il bu inamın tam təntənəsi oldu. Cənab Prezident hər seçkidə xalqın artan dəstəyini qazandı. 2003-cü ildə 76%-dən çox, 2018-ci ildə 86.2%, 2024-cü ildə isə 92.12% səs toplamaqla milli birliyin simvoluna çevrildi. Prezidentin fəaliyyətində daxili sabitlik və siyasi həmrəylik mühüm yer tutur. Onun təşəbbüsü ilə ölkədə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi partiyalar 12 yeni partiya dövlət qeydiyyatına alınıb. Milli Məclisdə 11 partiya təmsil olunur. Dialoq mühiti 2024-cü il seçkilərindən sonra 18 siyasi partiya rəhbərinin ilk dəfə olaraq birgə təbrik bəyanatı imzalaması cəmiyyətdəki sarsılmaz birliyin göstəricisidir. İqtisadi dəstək, siyasi partiyalara dövlət yardımı 2025-ci il üçün 6 milyon manata çatdırılıb. Cənab Prezidentin fəaliyyətində 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Humanizm prinsipləri üzərində qurulan bu siyasət minlərlə ailəyə sevinç bəxş edib. 2003-2025-ci illərdə imzalanan 39 əfv sərəncamı ilə 7060 nəfər azadlığa qovuşub. 2025-ci ilin dekabrında isə suverenliyimizin bərpası şərəfinə ölkə tarixində ən böyük amnisiya aktının tətbiqi 20 mindən çox şəxs planlaşdırılır. Müzəffər liderin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradılır. Böyük qayıdış, hazırda azad edilmiş torpaqlarda 62 mindən çox insan yaşayır. Məşğulluq, köçürülən sakinlərin 92%-nin 6.3 minə yaxın şəxs məşğulluğu təmin edilib. Sənaye parkları, Ağdam və Araz Vadisi iqtisadi zonası sənaye parklarında 50 müəssisə rezident statusu alıb. 454 milyon manatlıq layihələr çərçivəsində artıq 185 milyon manat investisiya yatırılıb və 1057 iş yeri yaradılıb. Cənab Prezidentin diplomatik uğurları beynəlxalq səviyyədə ən ali ordenlərlə təsdiqlənib. O, Rumıniyanın Rumıniya ulduzu, Fransanın Fəxri Legionun böyük xaç komandoru, Türkiyənin dövlət nişanı və Türk dünyasının ali ordeni daxil olmaqla onlarla dövlətin ən yüksək mükafatlarına layiq görülüb. Bu, Azərbaycanın beynəlxalq arenadakı sarsılmaz nüfuzunun göstəricisidir. Cənab İlham Əliyev öz ad günlərini hər zaman xalqın içində, köçkün şəhərciklərində, əskər kazarmalarında və ya yeni açılışlarda keçirməklə xalqa xidmət fəlsəfəsini nümayiş etdirir. Onun qazandığı hər bir uğur Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsidir. Möhtərəm cənab Prezident,
Sizi 24 dekabr doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizin rəhbərliyiniz altında Azərbaycanın qazandığı tarixi zəfərlər və suverenliyimizin tam bərpası hər birimiz üçün tükənməz qürur mənbəyidir. Siz ulu öndərin, ona özüm qədər inanıram deyərək etibar etdiyi müqəddəs amalı zirvəyə daşıdınız. Sizə uca Tanrıdan uzun ömür, möhkəm can sağlığı və bütöv Azərbaycanın daha da qüdrətlənməsi yolunda fəaliyyətinizdə yeni zəfərlər arzulayırıq. Doğum gününüz mübarək.